Qalatasaray nağılda bitdi. Qalatasaray nağıl məclis başlamamışdı. Yəni birinci oyundan sonra Liverpool'la oyundan sonra hər kəs düşünürdü ki, hər kəs də olmasa, yəni bir çox adam düşünürdü ki, Liverpool'la ən azı ikinci oyunda bir normal futbol oynayarlar. Keçən dəfə mən də podkastda bildirdim ki, Okan Buruk'da bilmək olmaz, belə bir oyun oynadacaq ki, heç nə alınmayacaq və bu oyunlardan biri oldu. Osimhen zədələnməyi tamamilə komandanı yıxdı. Nə düşünürsən, Liverpool bu dominantlığı PSG-nin oyunda davam etdirə biləcək səncə? Yoxsa sadəcə bir atımlıq barıt idi? Məncə ümumiyyətlə güclü klublar belə deyim, öz aralarında olan oyunlarda əsl gücünü onda göstərir. Yəni bu istər Real Madriddə olsun, istər bu. Məsələn, Barcelona Newcastle-la birinci oyun bərabərə qaldı. Ancaq hamı deyirdi ki, nəsə ola bilər. Birinci hissədə də belə iki. Başa-baş futbol, amma adamlar nə dedi, nə demədi. İkinci hissəyə yəni altın üstünə çevirdi Newcastle-ı. Dedilər ki, İngiltərədə özünün üçün futbol oyna.